Fatihə surəsində bəzən səhv tələffüzlərə rast gəlmək mümkündür. Məsələ Elhamdu lillahi. Burada hər iki kəlmə ayrı-ayrılıqda tələffüz olunmalıdır. Amma səhvən bəzi vaxtlarda burada həmd kəlməsində olan dəl hərfi buradan ayrılaraq Allah kəlməsinə bitişdirilir və Elhamdülillah. Bu cür bir səhv tələffüz meydana çıxır. Hətta məna da dəyişə bilər, diqqətli olaq. Digər bir səhv etmə ehtimalımız yenə həmd kəlməsində olan dəl hərfi buradan ayrılır və hətta bir ra hərfini də özünə qoşaraq Allah kəlməsinə birləşdirilir ki, bu da tez-tez eşitdiyimiz səhvlərdəndir. Elhamdülillah deyilir. Bundan da qorunaq. Daha bir səhv etmə ehtimalımız ola bilər ki, xəttatlarımız fəthəni uzun yazır. Bu o demək deyil ki, burada məd uzadılma var. Burada uzadılma yoxdur. Və sonra lillah kəlməsində bəzən lillah deyilir. Bu məd deyilmir. Bundan da qorunaq.